Daxili qoşunların prezidentə tabe edilmə zərurətini şərh edənlərin məntiqi olduqca əsassız və zəifdir. Bu zamana qədər daxili qoşunlar Daxili İşlər Nazirliyinə tabe idi. Nazirlik burada sanki bir filtr rolunu oynayırdı. Bundan sonra yeni qaydalara əsasən daxili qoşunlar prezidentə birbaşa tabe olacaq. Bu hardasa yeni polis tipli bir nazirliyin, müstəqil nazirliyin yaradılması deməkdir. Çünki daxili qoşunların komandanı da artıq Daxili İşlər Nazirliyinin müavini olmayacaq. Özü müstəqil bir rəhbər olacaq, birbaşa prezidentə tabe olan bir rəhbər. Sonrakı, yəni yeni qaydada digər dəyişikliklər ondan ibarətdir ki, daxili qoşunlar bundan sonra şübhəli şəxs qismində polis kimi kimlərisə saxlaya bilər, həbs edə bilər və eyni zamanda kütləvi ixtişaşların qarşısını ala bilər. Bunun üçün də daxili qoşunların əlbəttə ki, imkanları, bütün həm deməli səlahiyyətləri, həm də onların digər imkanları genişləndiriləcək. Əsas sual bundan ibarətdir ki, belə bir vəziyyətdə buna nə gərək var idi? Çünki ölkədə bilirik, zaten Azərbaycan polis ölkəsidir və İlham Əliyev müstəsna səlahiyyətləri vermişdi polisə. Dəfələrlə biz şahid olmuşuq ki, Azərbaycanda prezident mən polisin arxasındayam və polis nə edir, düz edir kimi ifadələrlə birmənalı olaraq polisi müdafiə etmişdi və bundan əlavə praktik olaraq da biz müşahidə etmişdik ki, polis nümayəndələrinin törətdikləri cinayətlər örtbasdır edilirdi. Heç bir halda polis cəzalandırılmır. Deməli, əsasən tezisi və yaxud da prinsipi Azərbaycanda sabitdir. Belə bir vəziyyət, bundan əlavə DTK-da var. DTK və polisin bu cür amansız və qəddar işlədiyi bir dövrdə yeni bir polis sisteminin yaradılmasına nə ehtiyac var sualı əlbəttə ki, bizim qarşımızdadır. Biz çalışırıq ki, bu barədə obyektiv fikirlər səsləndirək və təbii ki, bunlardan ilk ağla gələn Azərbaycanda hakimiyyət daha ciddi və geniş şəkildə kütləvi etiraz aksiyalarının gözləntisi var. Çünki hakimiyyət bizdən daha tez bu aksiyaların, kütləvi aksiyaların addım səslərini eşidir və belə bir vəziyyətdə daxili qoşunları özünə tabe etməklə polisdən əlavə ikinci bir cəbhə açır və bu aksiyaların, bu kütləvi etirazlarının qarşısını almaq üçün əlbəttə digər şərh bundan ibarət ola bilər ki, deməli, inamsızlıq mühiti yaradılıb. Azərbaycan hakimiyyətində, rejimdə ciddi inamsızlıq var. Ola bilsin ki, polisin başında duran şəxslər, deməli, şəxslərlə bağlı etimadsızlıq olduğu üçün və eyni zamanda rejim o insanları vəzifədən götürmə qüdrətini itirdiyinə görə alternativ, deməli, polis qüvvəsi yaratmaqla sanki polisin Daxili İşlər Nazirliyinin vəzifələrini hissə-hissə daxili qoşunlara keçirdir. Biz bu məsələni təcrübədə də görmüşük. Eldar Mahmudov nümunəsi var, Ramiz Mehdiyev, indi də Bəylər Əyyubov söhbət məsələsi var, eyni zamanda Kemaləddin məsələsi var. Bunlar deməli, həbs olunma, bütün cinayətləri ortaya tökülsə də, bunlar haqqında hətta qiyabi deməli, həbslər verilsə də, müəyyən propagandalar aparılsa da, faktiki olaraq bunlar həbs etməyə hakimiyyətin, rejimin cəsarəti çatmır. Çünki hakimiyyət eyni kifayət qədər uzun bir yolu bu qurumlarla bərabər gəlib. Digər məsələ əlbəttə ki, deməli, hakimiyyət bütün ayrı-ayrı güc nazirlərini xüsusən öz əlində özünə tabe etməkdir, yəni birinci şəxsə tabe etməkdir. Bu, əlbəttə ki, demokratik bir açılım üçün olduqca böyük maneədir. Burada, deməli, bu cür
jandarmaların, daxili qoşunun və sair bu cür deməli ayrı-ayrı güc strukturlarının müstəqilliyinin əlindən alınması zaten müstəqil deyildi. Yəni daha doğrusu belə deyək, prezidentə birbaşa tabe edilməsi ölkədə institutlaşmanın qarşısını alır. Bu da əlbəttə ki, deməli ölkəni tək partiya sisteminə gətirmək və eyni zamanda ölkədə bütün idarəçiliyinin bir əlində cəmləşdirilməsidir və bunun riskləri olduqca böyükdür. Və mən sonunda demək istəyirəm ki, biz nümunələrə baxsaq, hansı ölkədə daxili qoşunlar kimin tabeliyindədir, məsələ bizə tam aydın görünər. Biz görürük ki, Türkiyədə, Avropa ölkələrində, Fransada və Almaniyada və digər ölkələrdə də belədir. Daxili qoşunlar birmənalı olaraq prezidentə və yaxud da baş nazirə tabe deyil, Daxili İşlər Nazirliyinə tabedir. Yeganə ölkə Rusiyadır ki, daxili qoşunlar birbaşa prezidentə tabedir. Əslində bu da onu göstərir ki, Azərbaycan bütün hallarda idarə etmə sistemini tam olaraq Rusiya modelinə keçirtməyə cəhd edir.